Güvəndəsən layihəsinə start verdi. Azərbaycanın ən güvənli həkimlərini, iş adamlarını və öz sözünü öz işində deyən, sübut edən bütün insanlarını elə monitoringin efirində Güvəndəsən verilişində görəcəksiniz. İnşallah görüşəcəyik. Monitoringin efirində Güvəndəsən layihəsi mən Zümrüd Şahovanın təqdimatında. Bugün də çox dəyərli qonağım var. Qonağım ictimai siyasi xadim, jurnalist, hərbi qulluqçu, deputat, şöhrət ordenli və eləcə də Milli Məclisin Müdafiə Təhlükəsizliyi və Korrupsiya ilə Mübarizə Komitəsinin sədri Arzu Nəsiboğlu Nağıyevdir. Arzu mənim, xoş gəlmişsiniz. Təşəkkür edirəm belə təqdimata görə, minnətdaram. Dəvətə görə də minnətdaram. Çox sağ olun. Biz sizi belə təqdim etməliyik. Çox minnətdaram. Ona görə ki, həm dövlətimizin yanında, həm insanlarımızın yanında çox böyük xidmətləriniz var. Sağ olun. Səmərəli fəaliyyətiniz var. Yəni siz belə təqdim olun. Hələ mən az dedim, çoxsu var. Necəsiniz? Özünüz necəsiniz? Təşəkkür edirəm, yaxşıyam. Çox şükür. Hər şey qaydasındadır. Problem yoxdur. İndi suallara biz öyrəşmişik. Mən hər zaman deyirəm, Arzu mənim həm jurnalistlərin də dostudur. Biz sizi çox istəyirik. Ona görə ki, hər zaman həm 44 gündə, ondan sonraki dövrlərdə hansı proses baş verdi, zəng eləyən kimi birinci telefonu qaldıran millət vəkillərimizdən biridir və suallarımıza geniş formatda cavab verir hər mövzuda. Təşəkkür edirəm. Mən sizə təşəkkür, çox sağ olun. Arzu müəllim, dünyada güc balansları dəyişib. Bəli. Və bu dəyişimlərin həm regiona, həm də Azərbaycana təsiri var. Ümumiyyətlə bir məsələni qeyd edeyim ki, əvvəllər dünyada əgər beynəlxalq qanunlar işləyirdisə, bugün beynəlxalq güclər işləyir. Yəni bugün artıq güc məfhumu qanunlardan üstündür. Bunu artıq biz 44 günlük müharibədə də, eyni zamanda 1-ci Qarabağ müharibəsində də Birləşmiş Millətlər Təşkilatının qəbul etdiyi qətnamələrin işləməməsində də gördük. Və bir məsələ ki, bir masa arxasında danışıqlar yolu ilə həll ola bilər, artıq bu məsələlər hərbi yolla həll olur. Yəni bugün dünyanın düzənində sanki bir dəyişiklik var. Ona görə də bu istiqamətdə çox ciddi addımlar atılır, danışıqlar aparılır. Regiona da təsiri təbii ki var. Region çox maraqlı, eyni zamanda qarışıq bir regiondur. Əgər Azərbaycanın qonşularına, ümumiyyətlə regionda olan aktorlara, Cənubi Qafqazın dövlətlərinə fikir versəniz, demək olar ki, bu və ya digər şəkildə bir-birindən müsbət əlaqələri olduğu kimi eyni zamanda düşmənçilik deməzdim, dostluq əlaqələri də yoxdur. Belə məsələlər də var. Yəni bugün istər İrana qarşı Amerika Birləşmiş Ştatlarının apardığı siyasət və yaxud Rusiyanın regionda apardığı siyasətə qarşı Qərbin atdığı addımlar, Türkiyə və Ermənistan sərhədinin NATO-Rusiya sərhəddi kimi qeyd olunması, Azərbaycanın bu istiqamətdə ümumiyyətlə istər orta dəhliz olsun, istər Çindən Avropaya qədər gedən yolların kəsişməsində olan bir dövlət olsun, bunlar çox mühüm əhəmiyyət kəsb edir. Ona görə də dünya təbii ki, regiona çox ciddi təsir edir. Və düşünürəm ki, regionda bu problemlərin həlli istiqamətində Azərbaycan tərəfdən atılan addım cənab Prezident İlham Əliyevin apardığı müstəqil daxili və xarici siyasətdir. Yəni ilk növbədə dövlətimizin suverenliyi, ərazi bütövlüyümüzün qorunması və hər bir Azərbaycan vətəndaşının rifahıdır. Bu təbii ki, çox ağır, çətin məsələlərdir. Lakin bu istiqamətdə çox ciddi addımlar atılır. Məhz bu aparılan müstəqil siyasətə görə də bizi dünyada həm samballı lideri olan, eyni zamanda öz müstəqil siyasətini aparan bir dövlət kimi qəbul edirlər. Arzu müəllim, bu yaxınlarda belə bir xəbər yayıldı. PKK terror təşkilatı öz işini, fəaliyyətini dayandırdı. Belə də olmalıydı. Ona görə ki, terrora bir dövlət kimi, bir insanlar olaraqdan, cəmiyyət olaraqdan hər zaman ona qarşıyıq. Bundan sonra nə dəyişəcək? Düşünürəm ki, tək PKK terror təşkilatı deyil, dünyada ümumiyyətlə terror təşkilatları həddən artıq çoxdur. Burada yəni Azərbaycan regionu üçün eyni zamanda Azərbaycan tamaşaçısının da tanıdığı
istər IŞİD olsun, istər Asala olsun, istər ermənilərin digər təşkilatları olsun, son vaxtlar VOMA var, eyni zamanda Azatezem var, digərlər belə təşkilatlar həddən artıq çoxdur. Təbii ki, PKK da SSR dönəmində yaranmış, maliyyələşdirilmiş bir təşkilat idi. Bunların güya qarşısına qoyduğu məqsəd özləri üçün bir dövlət qurmaq. Bunun üçün də Türkiyənin ərazisini və bir sıra dövlətlərin ərazisindən torpaq ərazisi əldə etməklə özləri üçün bir dövlət qurmaq idi. Və buna görə də bunlar bu addımları terrorla həyata keçirdilər. Hətta PKK Ermənistan vasitəsilə Qarabağın ərazisində də olub bir terror təşkilatı kimi. Lakin ən ciddi addımlarını, necə deyirlər, terror hadisələrini bunlar Türkiyəyə qarşı edib. Yəni bugün PKK-nın silaha doğrudan da yerə qoyması, Abdullah Öcalanın bundan bağlı həbsxanadan verdiyi açıqlama, bunlar bilirsiniz, müsbət bir məcraya yönəlsə, təbii ki, Türkiyə kimi qardaş dövlətdə həm şərtlərin olmasına son qoyular. Bugün, məsələn, Türkiyəyə qarşı atılan addımlarda ən ciddi problem elə PKK terroru idi. Bu dayansa, sonradan hansısa seçkilərə gedilsə, yəni PKK deyəndə bütün Kürdləri nəzərdə tutmaq mümkün deyil. Bu, Kürd bir millətdir. Yəni, bunun Türkiyədə, digər dövlətlərdə önəmli bunların nümayəndələri var. Hansı ki, siyasətlə də məşğuldurlar. Sadəcə olaraq bu terror təşkilatının silahı yerə qoyması Türkiyə üçün çox müsbət bir addımdır. Və düşünürəm, burada Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın siyasəti öz işini gördü. Yəni, bu belədir. Elədir. Arzu müəllim, kiber təhlükəsizlik və kiber cinayətkarlara qarşı mübarizə. Yəni, artıq dövlətlər deyil, fərdi insanlar da bunlardan əziyyət çəkir. Bu mübarizə necə getməlidir? Maariflənmə necə olmalıdır? Yəni, bu sadəcə olaraq cana, ruha bir təsir deyil. Bu həm də bank kartları olur və yaxud da hansısa işlə bağlı və digər. Ümumiyyətlə, bu mübarizələr necə, Azərbaycanda necə formalaşdırılıb, dünyada necədir, necə olmalıdır? Son vaxtlar kiber cinayətkarlıqla bağlı həddən artıq çox danışılır. Əsas məsələ odur ki, bir var məişət xarakterli cinayətkarlar, bir də var qlobal şəkildə kiber cinayətkarlar. Ümumiyyətlə, bu müharibə aparılanda, bu hibrid müharibələrdən istifadə edəndə bir ciddi addım da kiber cinayətkar. Bunlarda hansısa, məsələn, COP29 Azərbaycanda keçiriləndə bir sıra dövlət qurumlarının saytlarına, eyni zamanda elektron xidmət göstərən bütün o cihazlara deyim, bunların hamısına çox ciddi təsirlər oldu. Bunun qarşısını çox ustalıqla alan bizim qurumlar var. Yəni, bu istiqamətdə çox ciddi addımlar atılır. Bundan başqa... Amma o qurumlar tək-tək insanları qoruya bilmir. Yəni, insanlar neynəsin? Bilirsiniz, insanların... Gündə bir xəbər oxuyuruq. Bank kartına... Mən sizin bir görürsünüz, siz təkrar bank kartlarına qayıdırsınız. Ümumiyyətlə, bu maliyyə problemləri çox çətin problemlərdir. Hər gün biz kütləvi informasiya vasitələrindən oxuyuruq ki, filan kəsin kartından bir belə pul uğurlandı, belə oldu. İlk növbədə burada iki sistemdən istifadə olunur. Phishing sistem deyirlər. Ümumiyyətlə, kiber cinayətkarlıqda belə bir mövzu var, belə bir məfhum var. Phishing yəni balıq tutma, tora salma. Burada artıq bütün sistemlərdən istifadə edir. Bir insanın həqiqətən kartından pul çıxartmaq və yaxud onun sisteminə, maliyyə sisteminə müdaxilə etmək üçün bu toru atırlar. Bu torda kimlər düşə bilər? Məsələn, son vaxtlar Gürcüstan nömrələri ilə tez-tez zənglər edirlər və onlara müəyyən təkliflər edirlər və bu təkliflərə aldananlar da var, uyanlar da var. Burada bir psixoloji moment də var. O qarşıdakı adamı psixi vəziyyətdə saxlaya bilirlər. Yəni, əvvəllər hipnoz deyərdilər, nə deyərdilər? Sadəcə olaraq ona müəyyən suallar verməklə onu aldada bilirlər. Bu proseslərdə insanların özü də ehtiyatlı olmaq lazımdır. Əgər
sizin bank kartınıza, yəni problemlər çoxdur. Bəli. Bank kartınızla bağlı sizə suallar verirlərsə, sizlə rus dilində danışırlarsa, müxtəlif dillərdə danışırlar. Bank sisteminə bir dənə müraciət etmək ki, mənə belə bir müdaxilə elədilər, belə bir problem. Məsələn, mən təmsil edirəm Tovuz Gədəbəy bölgəsini. Son vaxtlar bizim seçicilərdən də belə müraciətlər var. Hətta onlar yoxlayırlar ki, bu şəxsin rayon miqyasında ayda 1000 manat ya 900 manat, 2000 manat məvacibi olan bir şəxsdir. Onun mütləq şəkildə onun kartını nəzarətə götürür və kartın altında yazıb ki, siz bu qədər kredit götürə bilərsiniz. Bundan istifadə edib həmin şəxsə zəng edirlər ki, məsələn, sizə 15.000 manat kredit verə bilərik. Bunu götürürsünüzmü? Bu da bu və digər şəkildə ya evdə məsləhətləşər ya kimsə təbii ki, bu buna lazımdırsa bu kreditə gedir. O krediti onun hesabına otuzdurub həmin o hesabdan çıxardırlar. Və bu artıq onun banka olan borcu var. Yəni bu sonradan artıq müraciətlər edirlər. Bunu öz belə dırnaq arası razılığıyla həyata keçirdilər. Yəni bu məsələlər də var. Çox məsələlərdə bizim vətəndaşın özü aldanır. Bunun qarşısını almaq üçün Daxili İşlər Nazirliyinin kiber cinayətkarlığa qarşı mübarizə idarəsi var. Eyni zamanda Dövlət Təhlükəsizlik Xidmətinin son vaxtlar apardığı əməliyyatlarda tək bankdan deyil, elə bankomatların özündə müvafiq qurğuların quraşdırılması, əl izlərinin götürülməsi, parolların oğurlanması, o 3 rəqəmli parolların, pinlərin əldə edilməsi. Yəni bu istiqamətdə, bunun qarşısını alması istiqamətdə çox addımlar atılır, maarifləndirmə gedir və əsasən o ahıl şəxslərin, digərlərin problemləri də var. Bir neçə məsələ son vaxtlar müxtəlif poçt vasitələrindən istifadə edirlər. Hansısa malın alınması, hansısa məsələn nəyisə almaq üçün Temudur, digər Trendyoldur, bunlara müraciətlər. Bu istiqamətlərdə də uğurluqlar var. Bu istiqamətlərdə də çox ciddi problemlər var və bu problemlərin qarşısını almaq üçün bunu da xəbərdarlıq edirlər ki, bu proseslərdə bundan ehtiyatlı olmaq lazımdır. Yəni, İstər aldığınız malla bağlı, kimə müraciət edirsiniz, necə müraciət edirsiniz, bunlar mütləq şəkildə. Və xarici dövlətlərdə hansısa ödəmələrin həyata keçirilməsi, hansısa bunlarla bağlı da var. Yəni, necə deyərlər, onlar cinayətkarlar o ən yüksək texnologiyalardan istifadə edəndə də bizim təbii ki, bizim o vətəndaşlarımız da ayıq-sayıq olmalıdır. Ən çox ahıl, yəni bəzi vaxt texnika və texnologiyanın dərini bilməyən şəxslərdən də bunlar. Digər məsələlər, bir daha qeyd edirəm, psixoloji hücumlar var ki, məsələn, qohumlarınız və ağır vəziyyətdədir. Bu saat bunu vəziyyətdən çıxartmaq üçün pul göndərmək lazımdır. Sonra süni intellektdən istifadə edirlər, səsin yazılması, eyni zamanda müraciət forması. Yəni, bunların hamısı dərk olunmalıdır ki, bir də bir məsələ də var, ictimai yerlərdə Wi-Fi xidmətindən istifadə edərək kart əməliyyatlarının aparılması. Burada da problemlər var və bu da artıq özünü göstərməkdədir. Yəni, bu istiqamətdə var aparmaq lazımdır ki, insanlarda maarifləndirmə işi, yəni mütəmadi olaraq bunlar xəbərdarlıq olunur. Mütəmadi olaraq. Yəni, insanlar da dərk etməlidir ki, qarşısındakı kimdir? Cinayəti niyə edir, niyə bunu aldatmaq istəyir? Bu problemlərin insanların özü də, yəni 50-yə 50 götürmək lazımdır, belədir. Çox təşəkkür edirəm. Arzu mən bir şey deyəcəm. İnanın ki, bax bu maarifləndirici söhbətdən çıxışınızdan sonra mən özüm üçün də bəzi şeyləri kəşf elədim. Düşünürəm ki, insanlar üçün də çox yararlı olacaq. Arzu mənim bugün televiziyalara baxır, mətbuat oxuyur və çox aktiv. Mən bunu bilirəm ki, izləyirsiniz, maşallah hər şeyi bilirsiniz. Ümumiyyətlə, bu günləri media, mətbuat, televiziyası qane eləyirmi? Bir jurnalist kimi. Yox, bilirsiniz, mən elə ciddi jurnalist da olmamışam. Jurnalist təşkilatında işləmişəm və reportaj jurnalistinin nə olduğunu, eyni zamanda copy-paste'ın nə olduğunu, eyni zamanda bunları başa düşürəm və bu istiqamətdə istər Mətbuat Şurası, istər digər audiovizual şura, bunlar çox böyük işlər görür. Bəli. Və bəzi vaxt deyirlər ki, hər
ümumiyyətlə sosial şəbəkənin öz tamaşaçısı var. Onun baxanı var. Yəni siz bu gün məndən soruşsanız ki, bəzi verilişlərə baxırsınız, baxmıram. Eləsi var, mənə nə lazımdırsa, mən onu götürməyə çalışıram. Lakin istər maddi baxımdan, istər reklamdan pul qazanmaq baxımından məlumdur ki, bəzi addımlar atılır. Yəni heç bir yerdə dünyada demək olmaz ki, bu televiziyadan tam razıdırlar. Bu ola bilməz. Bəs yaxşı, həmin o verilişlərin cəmiyyətə təsiri. Bu təbii ki, bu bir psixoloji amildir, bu təsir mexanizmidir. Bunlardan mütləq şəkildə istifadə olunur. Hətta aparılan sorğularda siz böyüyəndə nə olmaq istəyirsiniz? Bəzi, hətta kiçik yaşlı uşaqların verdiyi cavablar insanı dəhşətə gətirir. Yəni, belə məsələlər də var. Yəni, məlum məsələdir ki, müğənni oxudu, özü getdi. Yəni, bəzi insanlar çox təəssüf ki, o televiziyadan sənə məsələn, 3-4 akademiya qutarmış, eyni zamanda bu proseslərdən keçmiş adama dərs deməyə çalışır. Yəni, bunu aparıcılar, necə deyərlər, çox az bir çərçivədə öz işini bacarır. Sadəcə olaraq qonaq gəldi, qonaq getdi oyun oynayırlar. Bunların işi gücü sadəcə olaraq bu qonağı yola salmaq və reyting bu məsələlər. Bəli, şəxsi həyatın kimisə qoyub ortalığa. Ona görə də düşünürəm ki, istər tərbiyə... Düzgün hesab edirsiniz, kimisə şəxsi həyatı televizdə müzakirə olunsun. Bilirsiniz, bu Azərbaycan konstitusiyası var. Axı, Azərbaycan bu deyil, biz bu deyilik. Şəxsi həyat tam başqa şeydir. Hərənin əlində bir, necə deyərlər, telefon, kimisə çəksin, ora qoysun. Mən düşünürəm ki, qanunlar var və bu qanunlar da mütəmadi olaraq tətbiq olunur. Məsələn, bir məsələni sizə deyim. 44 günlük müharibədən sonra, böyük qələbədən sonra hərbi formada həddən artıq çox insanlar görər. Bundan sui-istifadələr çoxaldı. Artıq elə bir qanun var ki, sənin hərbi forma geyinməyin o vurulan, necə deyərlər, sənə verilən icazədən asılı olacaq. Dövlət tədbirləri, digərlər, formanı geyin, gözüm üstə yeriniz var, yuxarı başda. Amma ondan sui-istifadələr artıq yavaş-yavaş yığışmaqdadır. Yəni, cəmiyyət formalaşa gedir. Cəmiyyət, mən düşünürəm ki, bu istər televiziya olsun, istər kütləvi informasiya vasitələri, digərlər olsun, bunlar da öz yerini yolunu tapacaq. Arzu mənim, yəni, mənim demək istədiyim bilirsiniz nədir? Bugün o televiziyada göstərilən qadın, kişi, bizi Azərbaycandır. Azərbaycan xanımıdır, Azərbaycan kişisidir. Xeyr, bilirsiniz nətəri, məsələn, hər bir verilişə də gəlməmişdən qabaq, yəni özünə hörmət edən o müsahib fikirləşir ki, mən kimlə üz-üzə oturacam? Mənə sualı kim verəcək? Mən kimlə danışacam? Bu mövzudan onun xəbəri varmı? Və yaxud sabah mən qınanc yerinə çevrilməyəcəm ki, sən bilə-bilə hara getmişdin? Elə də ikisinə. Hər kəs kimi düşünsün. Çağıran adam da düşünməlidir ki, mən kimi çağırıram? Niyə çağıram? Bu nədən ötürüdür? O qədər şükür baxırıq, məsələn, Rusiyanın, digər dövlətlərin şounun şou yeri var. Siyasətin siyasət yeri var. İqtisadiyyatın iqtisadiyyat yeri var. Mövzunu bilməyən şəxs gəlib orada niyə oturmalıdır? Və yaxud özünü reklam eləmək üçün niyə bunu? Bunu siz də yaxşı bilirsiniz, mən də yaxşı bilirim. Arzu müəllimin çox gözəl şeirləri var. Ya yazırsınız, içdən yazırsınız, ruhunuzu qoyursunuz şeirləri. Amma nədənsə şeirlərinizin daha çoxu sevgidəndir. Mən bilirsiniz, bu sizi mən çox ciddi bir aparıcı kimi qəbul edirəm və bu sual verilməmiş olsun. Əvvəlcə siz məni təqdim eləyəndə dediniz, siyasət, ictimai xadim. Mən bir məsələni deyim. Hər bir insanın içində, qəlbində bir ruh var. Ruh adam olmaq lazımdır. Bir dəfə mənə bu sualı veriblər ki, sevgi nədir? Demişəm ki, cismani və ruhani istəyin vəhdət tapdığı nöqtə varsa, bu sevgidir. Vətən sevgisi də ola bilər, torpaq sevgisi də ola bilər, ailə sevgisi də, kimisə sevmək də ola bilər. Məlum məsələdir, bilirsiniz... Arzu mənim, bu günləri mən Mahirə xanıma o sualı verdim. Mahirə xanım ona elə gözəl cavab verdi. Sevmək çox gözəldir. Sevən insan hər şeyə qadirdir. Dünyaya gözəllik saçır, işıq saçır. Yenə deyirəm, burada söhbət əks cinsən getmir ha. İşə sevgi, dostluğa sevgi, dünyaya sevgi, həyata sevgi. Yəni,
bu tərzdə sevgilər. Məlum Sevgi olmasa həyat olar. Məlum məsələdir ki, istəksiz mümkün deyil, sevgisiz mümkün deyil. Hər bir insanın qəlbində, ürəyində bir gün bu mənə bilit suallar verdilər. 1 dəqiqə 10 cavab. Mən bunların hamısına cavab vermişəm. Sonra da baxmışam, görüm düz cavab vermişəm, yoxsa səhv. Yaş özünü deyir, mühit özünü deyir. Ancaq bir vaxt soruşdular ki, bu qadınların yaşından kişilərin yaşı. Deməli, qadın nəyə görünürsə təxminən odur, kişi özünü nəyə hiss edirsə odur. İnsanlar, mən bir daha, bu böyük məsələdir. Yəni, şair olmaq, şeir yazmaq, mən təbii ki, şair deyiləm heç. Buna da bir ilham mənbəyi olmalıdır. Bu da mütləq şəkildə olmalıdır. Bu elə belə misraları arxa-arxaya düz bu gəlsin, bu alınan deyil. Ona görə də düşünürəm ki, hələlik bu şairliyi qoyaq kənara. Yəni insan iç dünyası çox böyük olmalıdır. Təbii ki, böyük olmalıdır. İnsan romantikasız, ruhsuz qeyri-mümkündür. Yəni İstər musiqi olsun. Mən piano musiqi təhsilim var. Ara bir imkan olanda ondan istifadə edirəm. Bəli. Ölkəmizdə qız övladlarının sayı azalır. Bəlkə müavinatların artırılması mı deyim, yaxud da bunu hansısa bir qanunla tənzimlənməlidir? Bilirsiniz, bunun hamısı məlum məsələlərdir. Milli Məclisdə bununla bağlı bir çox dinləmələr olub. Ailə Qadın Uşaq Komitəsi tərəfindən də bu məsələ bir dəfələrlə qaldırılıb ümumiyyətlə. Yəni bir millət vəkili kimi, həm cəmiyyətin üzvü kimi ümumiyyətlə nə fikirləşirsiniz? Ümumiyyətlə mənim üçün belə bir məfhum yoxdur. Sizin üçün yoxdur. Mən sizə deyim niyə? İnsanlar var, bir övladı dünyaya gətirmək üçün milyonlar qoyurlar. Xərclər qoyurlar ki, bir övladı olsun. Artıq o, necə deyirlər, o doğum evinə gedəndə fikirləşmir, qız olacaq, yoxsa oğlan olacaq. Amma bu selektiv abortların aparılması, digərləri, bu çox ciddi təsir. Bu, heç də bizim mentalitet deyilən məsələdən gəlmir. O qədər qeyrətli qızlarımız var ki, o qədər oğlanlarımız var ki, bunu uşaq vaxtı gözüm bilə-bilə bunu məhv etmək, mən düşünürəm birinci oradan gəlir. Və mənim familiyamı kim daşıyacaq məsələsi var. Ki, oğlan uşaqları bunların nəslini daşıyacaq belə məsələlər var. Bu, bilirsiniz, bu gendən gəlir də, geninizdə var. Ağlı, savadı, necə deyəm, yüksək təhsili olan şəxslər bu işə baxmaz, bu işə fikir verməz. Əsas məqam odur ki, bu əsas o kütləyə aiddir. Savadsız kütləyə aiddir ki, belə addımlar atırlar. Ki, oğlan varsa var, qız yoxsa. Yəni, bu tayfadan, icmadan, vaxtı ilə gələn məsələlərdir. Bu müasirliyin sualı deyil. Oğlanlar çox olur. Oğlanların sayı çox olur. Məsələn, 41-45-ci ilin statistikası, eyni zamanda 1-ci Qarabağ müharibəsinin statistikası, 2-ci Qarabağ... Onda statistiklara inanmayaq. Yox, inanın, statistika düzdür. Orada başqa problem yoxdur. Sadəcə olaraq siz dediniz ki, qızların sayı azalır, oğlanların sayı artır. Mən yenə də deyirəm, bu süni yolla da eləmək olar. Təbii yolla bu mümkün deyil. Bunu qəsdən eləyirlər. Qəsdən eləyirlər. Elə söhbət də ondan gedir ki... Artıq o insanın psixologiyası. Belə bir təklif olunub ki, bəlkə müavinət artırılsın, yəni qız çox olsun. Niyə, nə olunda nə olur? Bəlkə onda, yəni qız övladlarının... Müavinətdə dəxli yoxdur. Dəxli yoxdur. Yox. Hər bir insanın öz tərbiyəsi var. Ailə tərbiyəsi, mühit tərbiyəsi, eyni zamanda son vaxtlar bu telefon tərbiyəsi. Yoxdur da, bu tərbiyə yoxdur. İnsanlar tərbiyələnməlidir. Böyük kiçik öz yerini bilməlidir. Orada qəşəng dediniz. Böyük kiçik öz yerini bilməlidir. İnşallah ki, bu sahədə də çox gözəl addımlar atılacaq. Nəyə görə bu sualı bura gətirdim? Düşündüm ki, bəlkə Milli Məclisdə yeni qərarlar var, yeni fikirlər var. Bilirsiniz, bunun ailə məsələsi, ailə məcəlləmiz var, digərləri var, hər şey var, belə qanunlar var. Sadəcə olaraq onları yerinə yetirən o ailələr, mən bir daha qeyd edirəm, elə ailələr var ki, bugün necə deyirlər bu Azərbaycanlarda bir söz var, burnunun ucu göynəyir ki, bir dənə övladı olsun. Qız, oğlan fərqi yoxdur. Amma bunun qız olsun, oğlan olsun, bu mən başa düşə bilmirəm. Arzu Nağıyev üçün dostluq nədir? Bir dəfəlik sildiyiniz dostlarınız var mı? Xeyr, mən heç vaxt dostlarımdan imtina eləməmişəm, eləmək fikrimdə yoxdur. Dost mənim üçün belədir. Hara gedəndə, bir evdə, başqa yerə gedəndə evin açarını etibar eləyirsənsə, bu sənin dostundur. Qalanı yoldaş ola bilər, nəsə ola bilər. Burada mənim namusum, qeyrətim, şərəfim var. Mən açarı qoyub gedirəm. O dostdur. Yəni, gecənin hansı vaxtı filan yerə gəl, sorğusuz gələnlər.
Onu uzun zamandır dostluq elədiyiniz Uzun da insanlar. ola bilər, gödək də ola bilər o vaxt, amma insanın bir-birə uyuşması, o ulduzunun bir-birinə uyğun gəlməsi. Necə tapaq dost olduğunu hardan bilək? Kimlə kimin dost olduğunu? Məsələn, bax qarşımızdakı ilə dostluq eləmək istəyirik. Bu Necə bilək ki, bu bizə həyat təcrübə? elə gözəldir ki, əvvəlcə xəlbirdən keçir, sonra ələkdən. Xəlbirdən biraz böyük deşikdir. Arzu mənim, hamımız Arzu Nağıyev deyildi, keçirə bilmirik xəlbirdən. Yəni, hansı əlamətlər, hansı içimizə nə gəlsin, doğsun ki, biz deyək ki, hə, bax, bu bizim dostumuzdur. Mən başa düşürəm, indi belə bir deyimlər var, gərək dostu, görək dostu, çörək dostu. Dostlar müxtəlifdir. Ancaq buna dost demək olmaz, bunlar yoldaşdır. Məsələn, bilməm, Carnegie-də var, hardasa var ki, dostluq siyasətdə puldan sonra başlayır. Məsələn, nə var? Artıq ortaya pul çıxanda bu siyasətdə də istər dostluqda ortada bir narazılıq, narahatlıq olur. Ona görə də bəzən bu maddi cəhətdən yoxlanılır. Bəzən mənəvi cəhətdən yoxlanılır. Bəzən, yəni hər... Pis gündə, yaxşı gündə. Məsələn, təsəvvür edin ki, bu can güdənlərlə bağlı müəyyən filmlər var, müəyyən məfhumlar var. Mən də sizə sual verirəm. Biləsən ki, kimsə səni güllə ilə vuracaq, sənin qabağına kim durar? Statistika göstərir ki, böyük qardaş kiçik qardaşın qabağına dura bilər, ata oğlun qabağına dura bilər. Yəni, genetik də bu məsələləri var. Bu, insan ki, məndən sonra olan qoy yaşasın. O günü, deyəsən, Türkiyə televizyasındaydı. Sual verirlər ki, xanımlara və eyni zamanda onların həyat yoldaşlarına siz böyrəyinizi lazım olsa həyat yoldaşınıza verərsiniz mi? Kişilərin hamısı deyir qurbandır, qadınlar deyir yox. Bilməm niyə. Yəni, maraqlı məsələlər var. Həyata baxışlar var. Bəlkə kişilər bilir ki, onsuz da qadınlara öz börəklərini verəcəklər, ailəyə, evə, uşaq onlar sahib çıxacaq. Amma qadın kişiyə börəyin versə, kişi o evə sahib çıxmayacaq, çıxıb gedəcək. Kişilər də bunu bilir. Evin sahibi, evin söz deyəni, mən bu ailə məsələlərində, digər məsələlərdə biraz mühafizəkaram. Düz edirsiniz, kişinin sözü son söz olmalıdır. Mən onunla tam razıyam. Biz o fikirlərimiz orada uyuşdu. Arzu mənim, Azərbaycan təhlükəsizlik strategiyasında hansı dəyişikliklər edilməlidir ki, yeni risklərə cavab verək? Siz çox böyük dərinə gedirsiniz bu məsələlərdə təhlükəsizlik strategiyası deyəndə. Bu, daxili təhlükəsizlik, xaricdən olan təhdidlərin qarşısının alınması. Bu istiqamətlər müxtəlifdir. Məsələn, daxili təhlükəsizlik üçün nələr həyata keçirilir? Məsələn, Bakı şəhərində görürsünüz ki, kameralar quraşdırılıb, terrora qarşı hər hansı bir terror olsa ona qarşı atılan addımlar, eyni zamanda keçirilən antiterror əməliyyatları, bu həm Dövlət Təhlükəsizlik Xidmətinə aiddir, eyni zamanda qeyd edildiyi kimi Xarici Kəşfiyyat Xidmətinin də burada rolu, eyni zamanda hüquq mühafizə orqanlarının əsas budur ki, siyasi sabitlik var. Siyasi sabitlik olanda digər məsələləri həll etmək mümkündür. Yəni, bu xarici təhdidlərdən qorunmaq üçün də ciddi ordu, eyni zamanda xüsusi xidmət orqanları hansı ki, əməliyyat şəraitinə nəzarət edir, sərhədlərin möhkəm qorunması, kiber təhlükəsizliyə qarşı atılan addımlar, bunlar hamısı ən vacib məsələlərdir. Buna görə də bu istiqamətdə düşünürəm ki, Ali Baş Komandanın rəhbərliyi altında əsas istiqamətlər budur. Çünki Ermənistanla hətta sülh müqaviləsi imzalanmasına gediriksə, hələ savaş bitməyib. Bəli. Eyni zamanda digər dövlətlərlə mütləq şəkildə, koordinasiyalı şəkildə bu proseslər həyata keçməlidir. Son vaxtlar keçirilən əməliyyatları da görürsünüz. Radikal dini qurumlara qarşı, digərlərinə qarşı. Bunlar çox mühüm məsələlərdir. Çox sağ olun. Özünüzə qarşı ən böyük tələbkarlığınız nə olub, nədir? Hər yaşda bir cür olur. Bilirsiniz, yəni bəlkə də valideynlərimdən gələn məsələdir. Yaxşılıq edə bilmirsənsə pislik eləmə. Ən böyük tələbkarım. Yaxşılıq edə bilmirsənsə pislik eləmə. Yəni, sadəcə çəkir. Sadəcə öz işindən məşğul ol. Və o insan ki, işinin peşəkarıdır, onun dostu da olur, rüzusu da olur. Hə, onu istəyirsiniz. Belədir. Hə, həqiqətən insan... İstəyir fəhli olsun, istər aparıcı olsun, istər siyasətçi olsun, kim olur olsun. Hər bir insan bacardığı işdən yapışmalıdır.
Bir neçə işdən yapışanda onun effekti olmur. Prinsiplər çoxdur. Vətəni sevmək, dövləti sevmək, eli sevmək, obanı sevmək. Bilirsiniz, mən dindarlarla da işləmişəm. Məhəmməd Peyğəmbərin deyəsən kəlamlarından var ki, mən rəhmətə gedəndən sonra mənə rəhmət oxudan da caq 3 amil var. Elmim, əməlim və övladlarım. Elmim, əməlim və övladlarım. Bunların hansını mən yüksək səviyyədə yerinə yetirirəmsə, mənə rəhməti ona görə oxuyacaqlar. Yəni, biz bir müsəlman kimi, necə deyərlər, bir dindarların dediyi misalı çəkdim. Yəni, özünü elə aparmalısan ki, istər elm olsun, ondan istifadə edib insanların yaxşılığı üçün. Yəni, orada da ikili standartlar var. Atomdan işıq da eləmək olar, atomdan bomba da yaratmaq olar. Əməl də ki, hər bir insanın qanında, genində olmalıdır ki, mən müsbət əməllərini, məhz ona görə həmişə qorxudublar cənnət cəhənnəm məndə, əmələ görə. Övladlar da ki, elə ciddi tərbiyə vermək lazımdır ki, məlum məsələdir, tərbiyə vermək də çox ağırdır. Statistika göstərir ki, Yaponların tərbiyəsi var. 1 yaşından 4 yaşına qədər uşaqla gərək o sənin xanın ola, bəyin ola, kimin olursun, əmr verən odur. 4 yaşından 15 yaşına qədər sən onu eləyirsən, 15 yaşından sonra dost olursan. Bunları eləyə bilirsənsə, deməli tərbiyə. Bugün informasiya məkanı o qədər böyükdür ki, hətta çatdırmaq belə olmur. Bəzi vaxt onların informasiyası səndən də çox olur. Bəli, uşaqların informasiyaları çox olur. Ümumiyyətlə, bezdiyiniz, yorulduğunuz anlar olurmu? Bilirsiniz, bu bezmək nədir? Motivasiya mı deyim, ya hardansa belə güc aldığınız məqam nədir? Bilirsiniz, tənhalıq, arabir tək olub fikirləşmək istəyirəm. Tək düşünmək istəyirəm. Ona görə də, məsələn, bəzi vaxt demirəm insanlardan qaçmaq. Sadəcə olaraq sakit oturub, necə deyim, bir qəhvəm, ya bir çay, sakitcə düşünmək. Ancaq belə mənim bezməyim yoxdur. Çünki mən həyatı sevirəm. Hə, çox. Çox sevirəm, həyatı sevirəm. İdmanı sevirsiniz, həyatı sevirsiniz. Həyatı sevirəm, insanları sevirəm. İnsanları sevirsiniz, bu çox önəmlidir. Yəni, mən kiməsə başqa fikirlə yanaşım, bu insandır. Bunu yaradan Tanrı var. Hamımızı yaradan bir Tanrı var. Arzu müəllim, çox təşəkkür edirəm. Siz sağ olun. Suallarımızla sizi yorduq. Yox, yormadınız. Mən düşünürdüm ki, tam siyasi məsələlərlə bağlı. Ancaq siz elə qurdunuz ki, mən doğrudan da düşündüm. Yəni, məni düşünməyə vadar elədiniz. Sizə təşəkkür edirəm. Çox şanslıyam. Çox təşəkkür edirəm. Çox dəyərli bir insan qonağım idi. Milli Məclisin Müdafiə Təhlükəsi və Korrupsiya ilə Mübarizə Komitəsinin sədri, deputat, eləcə də Şöhrət ordenli Arzu Nağıyev. Təşəkkür edirəm. Gələn həftə görüşmək ümidi ilə sağ olun, salamat qalın.